Salam əziz şagirdlər, mən bugün sizlərə 1847-ci il kəndli əsasnaməsi, 1870-ci il kəndli əsasnaməsi və 1912-ci il kəndli əsasnamələri haqqında məlumatlar vermək istəyirəm. 1847-ci il kəndli əsasnaməsinə əsasən 3 məsələyə toxunmuşuq. Torpaq məsələsi, vergi məsələsi və mükəlləfiyyət məsələsi. Torpaq məsələsində biz orada deyirik ki, torpaq mülkiyyətçisi 15 yaşından yuxarı hər bir kişi cinsindən olan kəndliyə 5% torpaq sahəsi ayrılırdı. Vergi məsələsində isə malcəhət, deməli, torpaq vergisi olub, məhsulun 1/10 qədər alınırdı. Kəndli taxılın 1/10-ni, digər məhsulların isə 1/3-ni malcəhət kimi sahibkara verməli idi. Mükəlləfiyyət məsələsində isə demişdik ki, deməli, kəndli ailələri bir nəfəri 18 gün müddətinə, deməli, mülkədarın torpaq sahəsində işləməsi üçün göndərirdi. Biz buna yəni biyar deyirik. Bir də əvrəz və yaxud da ki, iməclik var idi ki, bütün kənd əhalisi 2 gün bütünlüklə, illiklə kənd təsərrüfatında, suvarma işində iştirak etməli idilər. 1847-ci il kəndli əsasnaməsi sahibkar kəndlilərinə aid edilmişdi. Dövlət kəndliləri bu islahatdan kənarda qalmışdılar. Bəs 1870-ci il kəndli əsasnaməsində nə deyirdi? 1870-ci il 14 may kəndli əsasnaməsinə əsasən yenə hər bir kəndli 5%-in torpaq payı ayrılırdı. Amma 5%-dən çox olan torpaq payı kəsilib mülkədarın xeyrinə götürülürdü. Amma hansı kəndlidə isə 5%-dən az torpaq payı var idisə, onun əlavə pay torpağı verilmirdi. Yəni 5%-dən azdırsa, ona əlavə heç nə verilmirdi. Və biz 1870-ci il kəndli əsasnaməsində də yenə vergi olaraq malcəhət və bəhrə vergisindən danışırıq ki, vergi olaraq bu ikisi qalmışdı. Malcəhət torpaq, yəni məhsul vergisi idi. Bəhrə isə su vergisi olaraq qalmışdı. Biyar isə ləğv edilmişdi. Biyarı pul ödənişi ilə əvəz etmişdilər. Burada deməli şəxsi asıllıq ləğv edilmişdi. Sahibkar kəndlilərinin şəxsi asıllığı, feodal asıllığı ləğv edilmişdi və 1870-ci il kəndli əsasnaməsinə əsasən artıq dövlət kəndliyə öz pay torpağını satın almaq hüququ vermişdi. Əlbəttə ki, pulu olanlar ödəniş edib torpağını ala bilirdilər, pulu olmayanlar isə ala bilmirdilər və 1870-ci il kəndli əsasnaməsinin məhdud cəhəti ondan ibarət idi ki, dövlət bu kəndliyə heç bir yardım göstərmirdi. Daha sonra orada deyirik ki, həm də ki, bunun məhdud cəhəti o idi ki, yenə dövlət kəndliləri bu islahatdan kənarda qalmışdılar və satın ala bilmədikləri üçün sahibkar kəndliləri onlar müvəqqəti mükəlləfiyyətli vəziyyətinə düşürdülər ta ki 1912-13-cü illərdə olan kəndli əsasnaməsinə qədər. Bəs 1912-13-cü il kəndli əsasnaməsində nə deyirdi? Artıq orada deyirdi ki, Cənubi Qafqaz quberniyalarında torpaqların məcburi satın alınması haqqında olan bir əsasnamə idi ki, dövlət kəndlini torpağı satın almağa məcbur edirdi və bunun üçün də əlbəttə ki, yardım da göstərirdi. Mülkədara torpağın ödənişini dövlət xəzinəsindən bir dəfəlik ödəyirdi. Kəndli isə bu pulu 20 ilə müəyyən müddətə faizlə birlikdə xəzinəyə qaytarmalı idi. Ona görə də biz deyirik ki, 1912-ci il əsasnaməsinə əsasən müvəqqəti mükəlləfiyyətlik bitir. Və hər 3 islahat 47, 1870, 1912-ci il islahatları sahibkar kəndlilərinə aid edilmiş islahatlar idi.